Salam uşaqlar. Bugünkü videomuzda faizin ikinci hissəsi olan ədədə görə faizin tapılması, faizə görə ədədin tapılması və ədədin müəyyən faiz artması və azalmasını öyrənəcəyik. İlk növbədə ədədə görə faizin tapılmasına baxaq. Ədədə görə faiz tapıldıqda, o zaman hansı cür misallarda, əgər ədədin tam hissəsi verilibsə və onun faizini soruşursa, soruşulan hissə faizdirsə, faizlə hissə, onda o ədədə görə faizin tapılması adlanır. Necə ki biz hər hansı bir ədədin müəyyən hissəsini tapanda nə edirdik? Həmin hissəsini tapanda, yəni tutaq ki 20-nin 4-də 2 hissəsini 20-nin 4-də 2 hissəsini tapanda nə edirdik? Biz 20, yəni tam hissəni hissə göstərən ədədə vururduq. Hissənin kəsr hissəyə vururduq. Bu da eləyir, kəsr hissəyə vurduqda nə edirik? Sürətə keçir, eləyir. 40 bölünsün 4 bərabərdir 10. Deməli 20-nin 4-də 2 hissəsi 10-a bərabərdir. Həqiqətən də bu belədir. İndi deməli 20-nin 40%-ni də tapanda nə edirik? 40%-i ilk növbədə kəsr hissəyə çeviririk. Biz faizi kəsrlə göstərməyi də öyrənmişdik ki, faizi kəsrlə göstərəndə faizi 100-ə, faiz göstərən ədədi 100-ə bölürük. Deməli burada 100-də 40 var. 100-də 40-ımız var. Onda bunu gəlin yenidən oxuyaq. Nə olur? 20-nin 100-də 40-ı. 20-nin 100-də 40-ını tapanda nə edirdik? 20-nin 100-də 40-ını bu zaman götürüb yenə nə deyirdik? Ədədi tam hissəni kəsr hissəyə vururduq. Kəsr hissəyə vururduq. 100-də 40. Bu da eləyir 20 vurulsun 40 bölünsün 100. Və hər bir tərəfdən ixtisarda öyrənmişik ki, sıfırlar, eyni qədər sıfırlar yoxa çıxır məxrəclə sürətlə. Alınır 2 vurulsun 4 bərabərdir 8. Burada 1 var. 1 də böləndə 8. Deməli 20-nin 40%-i 8 edir. Və burada hər dəfəsində biz hissəni tapıb, sonra ədədin hissəsini tapmaqdansa müəyyən bir düstur öyrənirik. Bu ədədə görə faizin tapılması düsturu adlanır. Və bu şəkildə yazılır. Bu şəkildə bu belə yazılır ki, necədir? Siz görürsünüz ki, deməli, düstur bu şəkildədir ki, biz 20-nin 40%-ni də tapa bilərik, 30%-ni də tapa bilərik, 20%-ni də tapa bilərik. Ya da 10%-ni tapa bilərik. Bu hər dəfə dəyişir. Demək, dəyişən 20, 30, 10 ola bilər. Həmin dəyişəni biz A ilə işarələsək, A faizlə. Yəni, ən hansı bir ədədin faizə və dəyərimizi, yəni ədədimizi tam hissəndə 20 ola bilər, tam hissəmiz, 30 ola bilər, 40 ola bilər, müəyyən qədər dəyişir. Həmin olan ədədi də n ilə işarələsək tam hissəni, onda düsturumuz daima bu şəkildə qurulmuş olur ki, n vurulsun A faiz bölünsün 100. 100 dəyişmir, çünki 100 həmişə olduğu kimi qalır. Deməli, düstur yazanda nə edirdik? Ədədin faizini tapanda ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Və bununla da biz ədədin faizini tapa bilirik. Gəlin bunu nümunə olaraq yoxlayaq. Ədədin faiz düsturu burada olduğu kimi qalsın. Bu da ifadəni yazaq. Aha, bu belə. Deməli, burada sabit qalan 100 olur. Sadəcə faiz sürətdə faiz və həmin ədəd yazılır. Necə ki, buna uyğun olaraq, məsəl üçün 50-nin 30%-ni tapaq. 50 nədir? N 50-dir. A faizim nədir? A faizim də 30%-dir. Deməli, nə edirik? Faiz göstərən ədəd burada 30-dur. Düsturda bu şəkildə qurulur. 50 A vurulsun faiz göstərən ədəd 30% bölünsün 100. Onda nə edirik? Hər bir tərəfi faiz gedir buradan. Hər bir tərəfdən 0 silinir. Məxrəcdəki sıfırların sayı qədər sürətdəki sıfırları silinir. Yerdə 3 vurulsun 5 qalır. 3 vurulsun 5. Cavabda 3 vurulsun 5 nə eləyir? Məxrəcdə də 1. 3 vurulsun 5, 15 bölünsün 1. Eləyir 15. Deməli, bizim yəni 50-nin 30%-i 15 edir. Bununla da biz ədədin faizini tapdıq. Gəlin, indi sizə başqa bir nümunə yazaq. Başqa bir nümunədə 50-nin 20%-ni tapaq. Nə edirik? 50-nin 20%-ni tapmaq üçün 50-ni həmin faiz göstərən ədədə vurub 100-ə bölürük.
Onda yenə məxrəcdə olan sıfırların sayı qədər sürətlə ixtisar eləyir. 2 vurulsun 5 eləyir 10. Deməli 50-nin 20% 10-a bərabərdir. Bu da belə. Biz bayaq yazdığımız konkret ədədlərin faizi tapılırdı. İndisi gəlin məsələ üzərindən baxaq ki, bunu necə həll edə bilərik. Burada deyir ki, bağçada 60 ağac var. Onlardan 50-si alma, 25 armud, 15-i cavalı və qalanı isə şaftalı ağacıdır. Bağçada hər ağacdan neçə dənədir? Bunun üçün nə etmək lazımdır? Bunun üçün ilk növbədə mən bilməliyəm ki, alma ağacından neçə dənə var? Daha sonra armud ağacından neçə dənə var? Daha sonra nə var? Şaftalı ağacından neçə dənə var? Bir də cavalı. İndi isə uşaqlar burada məsələ nümunəsi var. Gəlin məsələ üzərindən həll edərək də baxaq bu faizinə görə ədədin tapılmasına. İlk növbədə deyir ki, bağçada 60 ağac var. Ümumilikdə 60 ağacım var. Onlardan bir 50% alma, 25% armud, 15% cavalı, qalanı isə şaftalı ağacdır. Bağçada neçə dənə ağac vardır? Hər ağacdan neçə dənədir deyir. Hər ağac dedikdə nə nəzərdə tuturuq? Hər ağac dedikdə bilməliyik ki, hansı ağaclar? Deməli armud, alma, cavalı və şaftalı. 1, 2, 3, 4 dənə ağacımız var. Onları tapmaq lazımdır bizə. Gəlin ilk növbədə onların adlarını qeyd edək. Bizə tapmalı olduğumuz şey. İndi isə biz verilənləri qeyd etdik. Verilənlərimiz ümumi ağac 60 ağac, alma 50%, armud 25%, cavalı 15%, şaftalını isə bilmirik. Bu məsələni həll etmək üçün deyir, hər ağacdan neçə dənədir? Bu məsələni həll etmək üçün biz hər dəfə almanın, armudun və cavalının faizini tapıb, yəni faizinin neçə dənə olduğunu tapıb, daha sonra yəni 60-ın 50%-ni təşkil edirsə, almanın, armudu, cavalını tapıb, sonra 60-dan çıxaraq şaftalının sayını tapa bilərik. Topladıktan sonra. Məsəl üçün alma, armudu toplayıb ümumini 60-dan çıxıb şaftalını tapa bilərik. Ancaq bu uzun yol ola bilər. Bəs nə edə bilərik? Bunu bu şəkildə edə bilərik ki, bax fikir versəz, biz burada nə görürük? Onu görürük ki, 60-ın neçə faizdir? 60-ın 60'ın neçə faizdir? 60 bir tamdır. 1 tam 100% sayılırdı. Biz dairədə də öyrənmişdim ki, 1 tam tamamilə rəngləndikdə 100% sayılırdı. Deməli 60 100%'dir. Bizdə neçə faiz var? 50%, 25%, 15%. Deməli, ümumi ağaclar alma, armud və cavalı və şaftalıdan ibarətdirsə, onların faizlərinin cəmi də 100-ə bərabər olmalıdır. Çünki saylarının cəmi elə 60-a bərabərdirsə, faizlərinin cəmi də elə 60-a bərabər olmalıdır. Onda ilk növbədə nə edirik? Şaftalının faizini tapırıq biz. Bunun üçün faizləri toplayıb 100-dən çıxırıq. Ki, 50% toplansın, 25% toplansın, 15%. Bu da eləyir 90%. 90%. Əgər ümumi 90%-dirsə, deməli şaftalıya nə qalır? 100% olmaq üçün 10%. Onu da tapdıq. Artıq biz bunu bu şəkildə həll edə bilərik ki, hər birinin ayrı-ayrılıqda faizini tapa bilərik. Çünki şaftalının da faizinin artıq nə olduğunu bildik. Növbədə almanı tapaq. Alma 50%-dirsə, deməli 60-ın 50%-ni tapanda nə edirik? Ədədi faiz göstərən ədədə vurub 100-ə bölürdük. Cavabımız eləyirdi, sıfırlar ixtisara gedirdi. 6 vurulsun 5 eləyir 30. Cavabımız 30. İkinci 25%-ni tapaq. Armudun sayı. Armud tapmaq üçün 25%-ni tapaq. Ədədi faiz göstərən ədədə, yəni 25-ə vurub 100-ə bölürük. Burada da 25-də 25-ə böldükdə 1, 100-ü də 25-ə hər tərəfi eyni ədədə bölürük. 100-ü də 25-ə böləndə eləyir 4. 60-ı da 4-ə böldükdə cavabımız 15 eləyir. Daha sonra belə də tapa bilərik. 25 4-də 1, 60-ın 4-də 1-ni taparaq da tapa bilərik. 15%. İndi isə yenə 60-ın 15%-ni tapmaq üçün 60-ı, yəni ədədi faiz göstərən ədədə vururuq. Faiz göstərən ədədimiz 15-dir. Daha sonra 100-ə bölürük. Deməli 60 da 20-yə bölünür 3 eləyir. 100 də 20-yə bölünür 5 eləyir. Və 5 ilə 15 də ixtisara getdikdə hər birini ixtisar edədiyimizdə nə alırıq cavab? Yuxarıda 3 almış oluruq, aşağıda da 1. Eləyir 3 vurulsun 3. Cavab 9. Daha sonra isə indi yoxlayaq şaftalı. Şaftalı 10%. Ədədin 10%-ni tapmaq üçün 60 vurulsun 10 faiz göstərən ədəd bölünsün 100. Sıfırlar ixtisara gedir. 6 vurulsun 1, 6. Deməli, nə tapdıq? Saylarına
Buradan ne yazaq? 9 almışıq cavabı. Rəqəm almışıq. Yoxsa? Aha, 9 almışıq. Deməli, cavablarımız nədir? 30 ədəd alma ağacı, armud ağacı 15 ədəd, cavalı ağacı isə 9 ədəd. Şaftalı bilinməyən faizi isə 10% oldu və həmin faizin ədədi isə 6 oldu. İndi isə faizə görə İndi toplayaq görək 60 50. Faizə görə ədədini necə 30 tutulur? 115. Faizə görə ədəddə ədəd 45-in də naməlum üzərinə qiymətdəndir. Yəni 9 ilə 6-nın burada cəmi ədədin özü 15-i gəlsəm, naməlum cavabımız 50 60. nə məlum olur? Gördüyünüz kimi Faiz, ədədlərin ümumi cəmi faiz məlumdur 60. 60 eyni zamanda 100%-ə və bərabərdir və məlum olmayan faizlərin digər cəmi şey də də 100% məlum olmalıdır. olan digər şey də faizin Bu da göstərdiyi belə. Biz həm qiymət ağacları oldu. tapdıq, həm burada faizləri də öyrənmiş olduq. Həm də bunu bildik ki, Qiymət. faizin Faizin ümumi cəmi 100% qiymət. olmaq üçün hissələrin də cəmi Bunların hər faizdən ikisi cəmi 100 məlumdur. olmalıdır. Bizə naməlum olan ədədi tapmaqdır. Bunun üçün nə edə bilərik? Fikir verirsiniz, ədədi göstərişən nümunə üzərinə izah edeyim. 15% deyir 36 olan ədəd. Yəni faizimiz 15-dir. Faizimiz 15-dir. Aldıq qiymət isə 36-dır. Bizə nə lazımdır? Ədəd özü. Ədəd nədir? Ədəd də 100%-dir. Onda biz nə edə bilərik? Ədədin ilk növbədə 1%-ni tapa bilərik. 1%-in nə olduğunu tapıb, sonra onu 100-ə vurub, yəni 100-də ədədin 100%-ni tapıb, sonra onu 100-ə vurub tam hissəni tapa bilərik. Onun üçün nə edirik? İlk növbədə 15%-in, yəni 15 dənə faizin 15 dənə 100%-in 36-dırsa, onda 100%-im neçədir? 1-im 36 bölünsün 15-dir. Bu bizim %1-imizdir. 1%-imizdir. Onda bəs 100%-imiz neçə olar? 100%-imizdə 36 bölünsün 15 vurulsun 100 olar. İndi baxaq. Burada biz faizi hər hansı bir A ilə işarələsək məlumdur. Qiyməti də B ilə işarələsək, onda biz naməlum olan nədir? N. N ilə işarəsi ədədir. N-i tapmaq üçün nə edərdik? N-i tapmaq üçün faiz N-i yazdım 100%-imiz. N-i tapmaq üçün A bölünsün. Burada nə görürük? Qiymət bölünsün faiz. B bölünsün A vurulsun 100. Buna deyirlər ki, faizə görə ədədin tapılmasında qiyməti faiz göstərən ədədə bölüb 100-ə vurmaq lazımdır. Məqsədimiz budur. Yəni biz 1%-i tapıb, sonra 100%-i 100-ə vurub 100%-i tamamlayırıq. 100%-i tapırıq. Bunun üçün də gəlin misalı yazaq. Misal işləyək. Burada gördüyünüz kimi, deməli 15%-i 36-dırsa, 15%-i 36-dırsa, N-i, yəni bizə tam tapmaq lazımdır. Tam tapmaq üçün nə edirik? Dedim ki, 36 bölünsün 15, 1%-i tapdım. 1%-in 36 bölünsün 15 isə 100%-in neçədir? Yəni %1-ini vurdum. Bu da eləyir hər tərəfi 15 ilə 5-ə böldükdə 3, 100-ü də 5-ə böldükdə 20, 36-nı 3-ə böldükdə, indi isə 36-nı 3-ə böldükdə 1, 3-ü 3-ə böldükdə 1, 36-nı 3-ə böldükdə 12. 12 vurulsun 20. Bu da eləyir cavab 20, 240. Cavabımız 240. Deməli, elə bir ədəd var ki, onun 15%-i 36-ya bərabərdir. Ona görə də həmin göstərilən 36 ədədi həmin göstərilən faizə bölüb ümumi qiyməti tapırıq. Ümumi qiymətimiz isə 240-dır. İndi isə yoxlayaq. Yəni 240-ın biz deyir ki, 240-ın 15%-i 36-dır. Yoxlayaq görə eləmir. 240-ı nə edirdik? Faiz göstərən ədədə vurub, yəni 15-ə vurub 100-ə bölürdük. Görək 36 alırıq. 15 bölünsün 3B, 15 bölünsün 5, 3, 100 bölünsün 5, 20 və şimdi cavab 12 vurulsun 3, 36. Cavab 36. İndi isə başqa nümunəni yazaq. Bir 50%-i 13-dür. Bizə nə lazımdır? Tam. N-i tapmaq lazımdır. N-i tapmaq üçün nə edirik? N-in düsturu ədədi faiz göstərən ədədə bölüb 100-ə vururduq. Qiyməti faiz göstərən ədədə bölüb 100-ə vururduq. Qiymət 13 bölünsün faiz göstərən ədəd 50 vurulsun 100. Bu da tam qiymət edir. Tam qiymət aldığımızda 50 deməli 50 50-yə bölündə 1, 100 50-yə bölündə 2. 2 vurulsun 13-də eləyir 26. Cavabımız 26-dır. 26-nın 50%-i 13-dür. Eləcə də 50% biz bilirik ki, 50% 2-də 1 deməkdir. 2-də 1 də nədir? Tamın yarısı. Yarısı 13 olan ədəd hansıdır? 26. Elə biz bunu yoxladıq və düz olduğunu gördük. İndi isə başqa bir nümunəyə baxaq. 18%-i deyir 16.2-dir.
18% 16.2 olması üçün nə edirik? Şimdi burada 1% tapırdıq. 1% tapmaq üçün biz nə edirik? Yəni n tapmaq üçün 16.2, 16,2-ni 18-ə bölüb 100-ə vururuq. Bunun asan yolu nə edə bilərdik? Buradan 110 vurulsun 10 deyilmi? Biz bir 10'luğu götürüb vergüldən azad olsun deyə 16,2'ye vuraq. Bu zaman cavabımız almış oluruq ki 162 vurulsun 10 bölünsün 18. 162 18'ə bölünəndə 18'ə bölünəndə 1, 162 18'ə bölünəndə 9. 9 və 9 vurulsun 10'da eləyir 90. Cavabımız 90. Və biz n tapdıq. N cavabı 90 deyir. Ümumi cavabımız 90. Yəni 18%, 16,2 olan ədəd 90'dır. Bu da belə.